Türkiyə və Azərbaycan, Afrika arasında uğurlu əməkdaşlıq sahəsi sizcə hansı daha yaxşı ola bilər? Mən düşünürəm ki, bir çox şirkətləri biz anlaşdığımız zaman mən başa düşdüm ki, onların hətta bu IT texnologiyasında da böyük bir zəiflik var. Amma bu bu bütün ölkələrə xas deyil təbii. Bu misal üçün Nigeriyada bu çox geniş inkişaf edibdir, amma misal üçün Benin'də bu o qədər də deyil və yaxud da digər ölkələrdə bu o qədər də deyil. Yəni bu 54 ölkəni biz gərək hər birini bu sualın əslində hər bütöv olaraq cavab yox, ölkələri incələyərək hər bir ölkəyə xas olan bir sektordan başlaya bilər. Yəni bir ölkədə bu çox gözəl inkişaf edib, yüksək göstəricilər var, o bir ölkədə bu tamamilə yox səviyyəsindədir. Və təsəvvür edin ki, bayaq dediyim kimi Afrikadakı çalışan bir şirkətə bizim telefon bağlamamız, e-mail yazmamız heç bir effekt vermir. Yəni mail yazırsan, mən COP29 çərçivəsində bir real bir hadisədən danışım. COP29 çərçivəsində üzbəüz görüşdüyüm Angoladan olan insanlara e-maildə yazıram, telefonda yazıram, telefonda WhatsAppda yazıram, mesaj da yazıram. Heç bir geri dönüş yoxdur. Sadəcə bu 7 ay ərzində yalnız bir dəfə mən onlara Zoom üzrə toplantı elədim və ondan sonra mən onlara istəklərimi dedim, yazmışam. Hələ də onlardan cavab yoxdur. Bəli, bayaq Okan bəy söylədiyi kimi bir iş Afrikalı ilə bir iş görmək istəyirsinizsə, mütləq olaraq orada bir nümayəndəniz olmalıdır. Mütləq olaraq ora bir dəfə, iki dəfə yox, daimi hər dəfə onlarla bəlkə də işləməyə başlamalıdır. Mütləq bu nümayəndəliklər olmalıdır. Mütləq ticarət nümayəndəlikləri təyin edilməlidir bu ölkələr üzrə. Bayaq dediyim kimi fürsətlər var, bəli, təbii ehtiyatlar var. Orada təbii ehtiyat var, istehsalat yoxdur. Yəni biz bu istehsalatı həqiqətən də bizim bu Azərbaycanın təcrübəsi ilə, biliyimizlə biz bu təbii ehtiyatları istifadə edə bilərik. Özümüz də pul qazana bilərik, qarşı tərəfə də pul qazandıra bilərik. Amma yenə də deyirəm, hər bir ölkəni incələmək lazımdır. Orada siyasi tərəfi də var, iqtisadi tərəfi də var. Burada bir çox belə deyim də, bir çox göstəriciləri gözdən keçirmək lazımdır və çox gözəl analiz etmək, təhlil etmək lazımdır. Və bu təhlil bayaq söylədiyimiz kimi bu aylar, illər çəkə bilər. Yəni mən bu gün məhsulum var, mən bu gün mobilyanı ixracat etmək istəyirəm. Misal üçün Qanaya, Qana məndən bunu alacaq deyə bir şey yoxdur. Qana mənimlə bu üzrə çox görüşlər edəcək. Bəlkə o da belə deyim, bir dəfə bir stul alar səndən, bir stul alacaq, bir ona baxacaq. Ondan sonra nə qədər sənə etibar edəcək. Həqiqətən də ona görə ki, uzun illər o xalqları orada aldatmışlar. Uzun illər onları istifadə etmişlər. Amma artıq o düşüncə yoxdur ki, inam yoxdur, güvən yoxdur ki, biz onlara da pul qazandıra bilərik. Biz onlar, yəni belə bilirsiniz, bu yanaşmaları var, bu əqidələri var. Bu artıq beyində oturmuş bir əqidə var, inanc var. Biz bu inancları yeniləmək istəyirik, biz inancları dəyişmək istəyirik. Misal üçün Türkiyə deyərkən, bəli, biz Türkiyəni bir ölkə olaraq da, Made in Turkey brendi olaraq da onlar çox güvənirlər, çox inanırlar. Mən özüm də bir çox görüşlərdə mən hiss edirdim ki, onlar Türkiyə brendinə, Türkiyə şirkətlərinə çox inanırlar. Zaten çox ağız dolusu danışırlar. Bəli, çox ağız dolusu danışırlar. Türkiyəyə ildən ilə bu forumlara, bu sərgilərə ildən ilə gələnlərin, ziyarətçilərin sayı ildən ilə artır. Deməli, bu yaxşı göstəricidir.